Ramazan ayının 28-ci gününün duası. İlahi, bugün mənə yaxşı əməllərin bəhrəsini bol et. Etdiyim xeyirli işləri bərəkətləndir. Az əməlimi çox savabla dəyərləndir. Məni xeyirli əməllərdə davamlı et. Qəlbimi yaxşılığa meyilli, pislikdən uzaq saxla. Ey Rəbbim, istəklərimi yerinə yetirməklə mənə kəramət göstər. Mənim üçün xeyirli olan arzuları gerçəkləşdir. Zərərli olanlardan isə məni uzaq tut. Sən mənim ehtiyaclarımı məndən daha yaxşı bilirsən. Mənə sənin razılığına uyğun olanı nəsib et. Məni doğru yolda sabit saxla. Addımlarımı azdırıcı yollardan qoru. Qəlbimi sənə bağla. Məni səndən uzaqlaşdıracaq hər şeydən uzaq et. Ey Rəbbim, imanımı möhkəmləndir. Niyyətimi saflaşdır və məni sənin yolunda səbirli bəndələrindən qərar ver. Hər bir işimdə sənin köməyini hiss etməyi mənə nəsib et. Qəlbimə arxayınlıq və rahatlıq bəxş et. Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah! Sən hər şeyi bilən və hər şeyə qadir olan Rəbbimsən. Dualarımı qəbul et, məni mərhəmətindən məhrum etmə və məni sənin razılığını qazanan bəndələrindən et. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum və sənin verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et, bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Dəyərli izləyicilər, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatına əsasən Bakı şəhəri üçün imsaq vaxtı 05:21, iftar vaxtı isə 19:05-dir. Qeyd edək ki, oruç tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və sair orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. Allah bütün tutulan orucları və edilən duaları qəbul etsin. Amin.